Salam əziz şagirdlər, əziz balalar, demək 10-cu çalışmada dəyişənin hansı qiymətində bu kəsirin qiyməti bu kəsirin uyğun qiymətindən böyükdür. İndi bunu həll edək. Demək burada tənasüb kimi də həll edə bilərik. Hər tərəfi 6-ya da vura bilərik. Yazıram vur 6, vur 6. 6 ilə 6 gedir. Burada 6 ilə 3 gedəndə ixtisar. Bir dəqiqə. Qalır burada 2. 2-ni vururam. 5 çıx 7 y. Böyükdür 2 çıx 3 y. 2 vur 5 10. 2 vur 7 14 y. Böyükdür 2 çıx 3 y. İndi 3 y keçiririk bərabərliyin sol tərəfinə olur müsbət 3 y çıx 14 y. Onu da keçirdəndə digər tərəfə olur çıx 10. Əks işarə ilə yerini dəyişdik. 3 çıx 14 mənfi 11 y böyükdür mənfi 8-dən. Hər tərəfi mənfi 11-ə böləndə bu işarə dəyişəcək. Olur y kiçik olur 11-də 8-dən. Demək cavab olur mənfi sonsuzluqdan 11-də 8-ə. Bunun B bəndinə baxaq. Bizə deyir dəyişənin hansı qiymətinə 3x çıx 1 kəldisinin qiyməti 2x üstə gəlib 1 böl 2-nin qiymətindən kiçikdir. Hər tərəfi 2-yə vuraq. Vur 2. Vur 2. Bu 2'lər 7'nin 2'ni vururam 3x'e 2'ni vururam 1'e. Olur 6x çıx 6 kiçikdir. 2x üstə gəlib 1'dən yenə. Yerini dəyişsək olur 6x çıx 2x 2x'in 6'da keçir ötür. Digər tərəfi olur müsbət 6. Üstə gəl 1. 6x'dən 2x çıxıram 4x. 6'nın üzərinə 1 gəlirəm. 7 x kiçik olur. Hər tərəfi 4'ə böləndə olur 7 böl 4'dən. X 7 bölür, yəni x kiçik olur 1 tam 4'də 4'də 3'dən. Cavab olur mənfi sonsuzluqdan 1 tam 4'də 3'ə. 11-ci çalışmada baxın. Pi'nin cavabı təqribən 3 tam %14 düzdür mü? 3 tam %14. Yəni bu mənfi ədəd. 3-dən 3 tam %14 çıxanda təqribən 0 tam %14 edir, mənfidir. İndi biz burada hər tərəfi bölürük. 3 çıxılsın pi'yə. Yəni mənfi ədədə bölürük. Deməli baxın 3 çıx pi vur 3 çıx 2 pi. Bölürəm bunu 3 çıx pi'yə. Yəni 0 da bölürəm 3 çıx pi'yə. Bu işarədə dəyişir hər tərəf mənfiyə böləndə. Bu 7. Buradan qalır 3 çıxılsın. Yox. 2x deyə burada. 3 çıx 2x qalır. Kiçik olur. 0'ı 3 çıx pi'yə bölündə elə 0 edir. Bu bərabərliyi həll edək. Mənfi 2 mənfi 2x 3'ü keçirirəm digər tərəfə. Olur kiçik olur 0 çıx 3'dən. Buradan alınır mənfi 2x. Kiçikdir mənfi 3'dən. Hər tərəfi yenə mənfi 2'yə böləndə işarə dəyişir olur böyükdür. Mənfi 3 böl mənfi 2. Yəni x böyükdür 1/5'dən. Cavab olur 1/5'dən. Müsbət sonsuzluğa. İndi diqqət edin. Bu çalışmanı başqa yolla da sizə izah edirəm. Üç çıx pi vurulsun 3 çıx 2x böyük 0'ı bir də həll edək. 3 çıxılsın pi, yəni 3 çıx 3 tam %14 bilir ki mənfi ədəddir. Burada 0'dan böyük verilib ifadə.
Bu ifadə müsbət olsa, yəni 3 çıxı 2x müsbət olsa, mənfini müsbətə vuranda sıfırdan böyütməyəcək, kiçik edəcək. Demək nə edirəm? Bu ifadəni mənfi götürürəm. Çünki mənfi ədədə vuranda cavab olur sıfırdan böyük. Yəni buradan alınır 3 çıxı 2x böyük 0. Yəni bunun da həlli artıq buradan o tərəfə verilib. Bu formada da həll edə bilərsiniz. Keçək növbətiyə. Burada hər tərəf bölürəm kökdə 2 çıxı 3-ə. Baxın bura, kökdə 2 çıxı 3 mənfi ədəddir. Hər tərəf mənfi ədədə bölündə bu işarə dəyişəcək, olacaq böyük. Bu ifadəni bölsəm, kökdə 2 çıxı 3-ə qalır 5 çıxı x. 0 da böləndə kökdə 2 çıxı 3 ilə 0 edir. Məsələn, buradan alınır mənfi x böyükdür 0 çıxı 5. Mənfi x böyükdür mənfi 5. X kiçikdir 5. Niyə? Hər tərəf vururuq mənfi 1-ə, işarə dəyişir. Və ya bayaq dediyimiz kimi, bu ifadə mənfidir. Burada da 0-dan kiçik verib. Demək, bu bir ifadə müsbət olmalıdır ki, mənfini vuranda müsbətə cavab 0-dan kiçik yalnız. Bax, iki cür yolla bunu həll etmək olur. Demək, burada alındı. Kiçik 5, yəni mənfi sonsuzluqdan 5-ə. Pi çıxısının 2 müsbət ədəddir. Çünki 3,114-dən 2-nin çıxanda müsbət edir. Hər tərəfi pi çıx 2-yə vuranda alınır x çıx 4 belə yazaqdır. Biraz da açıqlayaq bunu. Hər tərəf vururam pi çıx 2-yə. Pi çıx 2-lər gedir. 0 da buna vuranda 0 edir. X çıx 4 böyük bərabər 0. X böyük bərabər olur nədən? 4 keçir digətifi olur 4-dən. Cavab olur nə? 4-dən müsbət sonsuzluğa. Düzmü ötürəsə. Diqqət edin buna indi. Başqa yolla necə yaza bilərəm? Bu məxrəc müsbətdir, düzdürmü? Pi çıx 2 müsbət. Cavabı da 0-dan böyük bərabər verib. Demək, sürətdə müsbət olmalıdır ki, müsbəti müsbətə böləndə cavab 0-dan böyük bərabər olsun. Yəni x çıx 4 böyük bərabər 0. Yəni birbaşa bu boyda hesablamanı aparmadan o formada nə edə bilərik? Yaza bilərik. Keçək D bəndinə. X üstə gəl 1 böl kökdə 3 çıx 2. 2 bilirik ki kökdə 4'dür. Kiçik bərabər 0. Hər tərəfi kökdə 3 çıx kökdə 4'ə vuranda, axı mənfi ifadədir. Bu işarə dəyişəcək. Olacaq x üstə gəlib 1 böyük bərabər 0 vur kökünə çıxdır elə 0'dır. Buradan alır x böyük bərabər 0 çıx 1, yəni mənfi 1. Cavab olur mənfi 1-dən böyük bərabər, yəni müsbət sonsuzluq. Demək, y-in hansı qiymətində bu kəsirlərin cəmi müsbətdir, yəni 0-dan böyükdür. Hər tərəfi 3'ə vuraq, kəsirdən qıtıraq. 3 vur. 3 vur. 0-da 3'ə vurandan olsa 0 edir. Qaldı 2y çıx 1 üstə gəl y üstə gəl 1 böyükdür 0-dan. Birlər getdi, şimdi alınca islah elədik daha doğrusu, belə deyək. 2y-in üzərinə y gəlir, edir 3y. Y də böyük 0-dan, yəni burada 0-ı 3'ə bölürəm, y böyük olur 0-dan, yəni 0-dan müsbət sonsuzluğa. B bəndinə baxaq. Demək, x-in hansı qiymətində? 2x çıx 1 bölü 2 və 1 üstə gəl. X bölünsün 3 ifadələrinin fərqi mənfidir, yəni 0-dan kiçikdir. Burada hər tərəfi 6'ya vuraq, orta mərəc 6'dır. 6 vur. 6 ilə 2 getdi, qaldı 3. 6 vur. 6 ilə 3 getdi, qaldı 2. 3 vur 2x çıx 1, çıx 2 vur. 1 üstə gəl x.
Kiçik sıfırdan. Sıfırda 6'ya varında 0 edir. 3'ü vuraq bu mötərizəyə alır 6x çıx 100. 2'ni vuraq bu mötərizəyə alır çıx 2. 2'ni x'e vuranda bu çıxmaya görə mənfi 2x edir. 6x'dən 2x çıxırıq 4x. 3'dən də 2 inir 5. Kiçikdir 0'dan. İndi 5'i keçirdik, əks işarə ilə keçir digər tərəfə olur 5x kiçikdir 4x kiçik 5'dən. X də kiçik olur, vuruq hasil hər tərəf 4'ə böləndə olur. X kiçik olur 5 bölü 4. X kiçik olur 1 tam 4'də 1'dən. Vəssalam. Cavab olur mənfi sonsuzluqdan 1 tam 4'də 1'ə. Bu bərabərsizliyi ödəyən ən kiçik tam ədəd tapaq. Əvvəl həll edək. 3 çıx 5 üstə gəl 2x. Mötərizəni açanda bu mənfiyə görə bu işarə dəyişir olur üstə gəl. Üstdən 5 çıxırıq edir mənfi 2. Üstə gəl 2x. Kiçikdir 6'dan. 2'ni əks işarə ilə digər tərəfə keçirdirik. Olur 2x kiçik olur 6 üstə gəl 2'dən. 2x kiçikdir olur 8'dən. 8'i bölürəm 2'yə olur 4. 4'dən kiçik tam ədədlər hansıdır? Məsələn 3 var, 2 var, 1 var. Son sayıda düzdürmü? Bunların içində ən böyüyü hansıdır? 3. Deməli cavab nədir? 3. B bəndinə baxaq. Deməli 4 vur 3 çıx y kiçikdir 14 tam 16 çıx 2y. 4'ü vuraq 3'ə 4'ü vuraq y olur 12 çıx 4y. Kiçikdir 14 16 çıx 2y. 2y keçirdik. Bir dəqiqə. Bu tərəfə 12'ni də digər tərəfə. 2y əks işarə ilə keçəndə olur müsbət 2y çıx 4y kiçik. 12 də digər tərəfə keçəndə olur çıx 12. 2y'dən 4y çıxırıq mənfi 2y. Bundan da buna çıxırıq olur 2 tam 16. 2 tam 10'da indi hər tərəf bölürəm mənfi 2'yə. Y bu işarə dəyişir olur böyükdür. 2 10'da altında 2'yə bölürük. Eləyir mənfi 1 tam 10'da 3. Cavab olur mənfi 1 tam 10'da 3'dən müsbət sonsuzluğa. N'in hansı qiymətində bu ifadələrin fərqi müsbətdir, yəni 0'dan böyükdür. Bunu həll edək. Qiymətində yox, qiymətlərində. Mötərizəni açaq. 3 çıx 2'in çıx 5'in çıx mənfi 26 olanda olur üstə gəl 26. Mənfilər toqquşdur. Böyük 0. 5n'dən 2'in olur. Hər ikisi mənfili toplanır olur mənfi 7n. 3'dən də 26 edir 29. Böyük 0. 29'u əks işarə ilə digər tərəfə keçiririk. Mənfi 7n böyük olur mənfi 29'dan. Hər tərəfi mənfi 7'yə böləndə bu işarə dəyişir. Kiçik olur 29 bölü 7. 29'da 7'yə böləndə 4 tam 7'də 1. Deməli mənfi sonsuzluqdan 4 tam 7'də 1'ə. Vəssalam. B bəndi. Deməli bu ifadənin cəmi nə vaxt mənfidir? Birbaşa mötərizəsi yazaq. 18 tam 10'da 3 üstə gəl 3'in. Üstə gəl 7 tam 10'da 3. Üstə gəl 2'in. Nə vaxt mənfidir? Yəni 0'dan kiçikdir. Üstə gəl 2'in. Kiçik 0. 18 tam 10'da 3'dən 7 10'da 3. Böyükdən kiçik çıxıran böyüyün işarəsi olur. Mənfi 11. 18 10'da 3'dən 7 10'da 3 çıxıram. Üstə gəl 3n'dən də 5n toplanır olur 5. 2n toplanır olur 5n. Kiçik 0. 11'i əks işarə ilə digər tərəfə keçirdik. Olur 5n böyükdür. Üzrü sayın. Kiçikdir 11'dən. Hər tərəf 5'ə böləndə en kiçik olur 11 böl 5'dən. En kiçik olur 2 tam 10'da 2'dən. Mənfi sonsuzluqdan 2 tam 10'da 2'yə. On beşə baxaq.
Cəmi 105-dən böyük olan 3 ardıcıl təkərlətlinin ən kiçiyini tapın. Cəmi 3 ardıcıl təkərlətli. N üstə gəlir 2, N üstə gəlir 4. Təkərlətləri 2 artıraq. Cəmi böyükdür 105-dən. Bunu həll edək. N 3N topladıq. 2 üstə gəlir 4 edir 6. Böyükdür 105-dən. 6-nı keçirir digər tərəfə. 3N böyük olur 105 çıx 6-dan. Və ya hər tərəfdən 6 çıxdıq elə bir. 3N böyükdür 99-dan. N böyük olur 99 bölü 3-dən. N böyük olur 33-dən. 33-dən böyük. O zaman 33-dən böyük təkərlət hansıdır? 35 olacaq da. Yəni bunların için ən kiçik qiymət 30-dən böyük ən kiçik tək ədəd 35-dir. Nömrə 16-ya baxaq. Düzbucağının uzunluğu 8 santimetrdir. Lap yaxşı. N neçə santimetr olmalıdır x? Ki perimetri tərəfi 7 santimetr olan kvadratın perimetrindən kiçik olsun. Bir daha kvadrat çəkirəm. Tərəfi 7. Kvadratın perimetri 4 vur 7-də 28. Bizə deyib, bu düzbucağının perimetri, yəni perimetri bizə verir. Düzbucağının perimetri düsturı 2 vur A üstə gəl B'dir. Bura A, bura B. Həmin perimetri kiçik olsun. Bax bu perimetrdən, kvadratın perimetri 28-dən. Yəni 2 vur, 28-i 2 ilə bölə bilərəm burada. Eləyir, hər tərəfi 2-yə bölsəm eləyir 14. A üstə gəl B'nin yerinə yazıram. A 8-dir, B də X-dir. Kiçik olur nədən? 28 bölü 2. 28 ilə bölürüm 2-yə. Buradan X kiçik nədir? 28-i 2-yə bölürəm 14. 8-i əks işarə ilə keçirirəm digər tərəf olur. 14 çıx 8. X kiçik olur neçədən? 6-dan. Aydın məsələdir ki, 0-dan da böyük olmalıdır da. Mənfi ola bilməz ki. Bu belə. Keçək. Nömrə 17-yə. Turistlər motorlu qayıqla çayın axını ilə üzdülər. 3 saatdan gec olmayaraq düşərgəyə qayıtmalı idilər. Deməli, bu çaydır. Üz aşağı üzdülər. Yəni, ən azı 3 saat. 3 saatdan gec deyil. Olmayaraq düşərgəyə qayıtmalıdır. Çayın axın sürəti 2, qayığın sürəti 18. Deməli, üz aşağı həmişə qayıq üstə gəl çay olur. Qayıq üstə gəl çay. Üz aşağı 18 üstə gəl 2. 20. Üz aşağı 20 km/saat sürətindən gediblər. Ən çox hansı məsafəyə uzaqlaşa bilərlər? Burada maraqlı bir məqam var. Bu turistlər buradan başlayıblarsa getməyə. Gəldilər, çıxdılar deyə bura kimi. Eyni yol axı qayıtmalıdırlar. Elə eləməlidirlər ki, 3 saata geri gələ bilsinlər. Deməli, axın ilə km/saat sürətlə gedirlərsə, axına qarşı da geri qayıdacaqlardır axı. Üz yuxarıda qaydanda qayıqdan çayın sürəti çıxılır. Yəni, qayıq çıx çay bərabərdir. 18 çıx 2 bərabər 16. Üz yuxarı 16 km/saat sürətlə. Üz aşağıda 20 km/saatı buradan yazaq da. Sürətlə qayıdacaqlar. Deməli, eyni məsafəni həm gedib, həm qayıtmalıdır. Getdikləri məsafə olsun x, qayıdığı da x olacaq. Neçə saata gedəcəklər? Üz aşağı. Saatda 20 ilə. Məsafəni bölürəm saata, tapıram neçə saat gedəcəklər. Və qayıtdıqları məsafə.
Saatda 16 ilə də geri qayıdacaqlar. Bu ikisinin qayıtdıqları məsafə deyim, getdikləri vaxtla qayıtdıqları vaxtın cəmi ən çox 3 olmalıdır. 3-dən kiçik bərabər olmalıdır. Qurtardı, getdi. İndi bunu həll edək. Əvvəl hər tərəfi vuraq. Elə bir ortaq məxrəcə. 16 ilə ortaq məxrəc 80. Bunu da vururam 80'a və bunu da vururam 80'a. 80. Bunu da vururam 80'a. 80 ilə 20 gedir 4. 80 ilə 16 gedir 5. Deməli 4x üstə gəl 5x bərabər. 3'ü də 80'a bərabər deyirəm, kiçik bərabər. 3'ü də 80'a vururam. 240. 9x kiçik bərabər 240. 240'ı bölürəm 9. Əvvəl hər tərəfi 3'ə bölürəm, işim rahat olsun. 3 80. X indi hər tərəfi 3'ə bölürəm. 80 böl 3. X kiçik bərabər 80 3'ə böləndə 20 2 dənə 26'dan 3'də 2. Deməli nə deyir? Ən çoxu hansı məsafəyə uzaqlaşa bilərlər? 26'dan 3'də 2 kilometr məsafəyə uzaqlaşa bilərlər. Vəssalam. Cavab oldu bu. Nömrə 18'ə baxın. Aralarındakı məsafə 45 kilometr olan iki məntəqədən deməli iki məntəqədən eyni zamanda iki velosipedçi qarşı-qarşıya yola düşdü. Birinci velosipedçi, ikinci velosipedçi. Birincinin sürəti 12 km saatdir. Saatda 12 km. İkinci hansı sürətə getməlidir ki? Yəni bilmirik, x ilə gedir. Hərəkətə başlayandan 2 saat az vaxtda göstərir. Hərəkətə başladıqdan 2 saatdan az vaxtda görüşsünlər. Deməli 2 saatdan az, yəni 2 saatdan kiçik. Kiçik bərabər kiçik deyil. Aydındır mı? Baxın bura indi. Hər ikisi 1 saata nə qədər yol gedir? Bir yerdə 1 saata x üstə gəl 12 kilometr yol gedir. 2 saata isə 2 vurulsun x üstə gəl 12 kilometr yol gedəcəklər. Bunlar 2 saata 45 kilometr yolu gedib bitirməlidirlər. Yəni 2 saata getdikləri yol 45'dən çox olmalıdır. Bunu həll edək. 45'i bölürəm 2'yə. Hər tərəfi 2'yə bölürəm elə. 22/5. Buradan alır x böyük 22/5'dən çıxıram 12'ni. X böyük olur 10/5. Yəni cavab olur nə? 10/5'dən hansı sürət? 10/5 kilometrdən böyük sürətlə. 10/5 kilometrdən çox sürətlə hərəkət etməlidir ki 2 saatdan az vaxtda görüşsünlər. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. İnşallah sonra davam edərik. Sağ olun, Allah'a emanet.